Recording in progress. In progress. Yaxşı. Diqqətlə qulaq asın. Azərbaycan Respublikasının fiziksin danışaq da, fiziksin. Hə. Azərbaycan Respublikasının sahəsi yoldaşları 86.600 kvadrat kilometrdir. Bu qaydada yazılır. Yaz görək, ay qələm. 86.600 kilometrin kvadratı yazılır. 86.6 min kilometrin kvadratı da yazılır. Bu qaydada görə bilirsiniz. Okey. Bu Azərbaycan Respublikasının nədir? Sahəsidir. Azərbaycan Respublikasının sərhədlərinin ümumi uzunluğu 34-74 kilometrdir. Bunu da yadınızda saxlayın. Azərbaycan Respublikasının Rusiya ilə sərhəddi 391 kilometr, Gürcüstanla sərhəddi 471 kilometr, Erməni ilə sərhəddi 1007 kilometr, Türkiyə ilə sərhəddi 15, İranla sərhəddi 765, Xəzər dənizi ilə sərhəddi 825 kilometr məsafədədir. Rusiya ilə sərhəddimiz yadınızda saxlayın. SSBB coğrafi obyektlərdən keçir. SS nədir? Samur çayı, Sudur silsiləsi, Bazardüzü zirvəsi, Başqafqaz silsiləsi. Gürcüstanla sərhəddimiz M, Q, Q, C, C. M nədir? Mazım çay. Q, Q nədir? Qanıq qabırı. C, C nədir? Ceyrançöl, Candar. Erməni ilə sərhəddimiz Murğuzdan keçir, Şahdağ silsiləsindən keçir, Şərqi Göyçə silsiləsindən keçir, vulkanik yayladan keçir. Erməni ilə Naxçıvanı ayırır Zəngəzur, Dərələyə silsiləsi. Türkiyə ilə sərhəddimiz Sədərək qalxmasından. İranla sərhəddimiz gəldi Bəhrəmtəpəyə qədər Araz çayından. Bəhrəmtəpədən sonra Araz çayı çıxır, gedir belə sərhəddə qalır Muğan düzü, Bolqar çay, Talış dağları, Astara çay. Astara çaydan da Samur çayına qədər Xəzərlə Azərbaycanın şərqi Xəzərin qərb suları ilə yuyulur. Okey mi? Bir də deyirəm Samur çayı, Sudur silsiləsi, Bazardüzü, Başqafqaz silsiləsi, Murğuz, Şahdağ, Şərqi, Mazım çay, neyədim ha? Samur çayı, Sudur silsiləsi, Bazardüzü, Başqafqaz silsiləsi, Mazım çay, Qanıq çay, Qabırlı çay, Ceyrançöl, hətta Ceyrançöldə yerləşən 890 metr çobanda, sonra gəldik Candar göl, sonra gəldik Murğuz silsilə, Şahdağ silsilə, Şərqi Göyçə silsilə, vulkanik yayla, hətta burada bir yazı yaylası da var. Zəngəzur silsilə, Dərələyə silsilə, Sədərək qalxma, Araz çayı, Muğan düzü, Bolqar çay, Talış dağları, Astara çay, Astara çaydan da Samur çaya qədər 825 kilometr məsafədə Azərbaycanın şərq sahillərini Xəzərin qərb suları neyir? Yuyur, yadınızda saxlayın. Bu halda Azərbaycan Respublikasının sərhədində yerləşən coğrafi obyektlər və sərhədlərin ümumi uzunluğu. Deməli, Azərbaycanın yerləşdiyi enliyə nəzər yetirək yoldaşlar. Azərbaycanın yerləşdiyi enlikdən danışanda deyəcəksiniz ki, müəllim 38 dərəcə şimal enliyi ilə 42 dərəcə şimal enliklərinin arasında. Yaxşı. Uzunluqları deyəndə bax 45 kəsir. 44 dərəcə şərq uzunluğu ilə 50 də kəsir. 51 dərəcə şərq uzunluqları arasında. Aydın oldu. Enlik oldu nə? 38 dərəcə şimal enliyi, 42 dərəcə şimal enliyi. Uzunluq oldu nə? 44 dərəcə şərq uzunluğu, 51 dərəcə şərq uzunluğu. Yaxşımı? Azərbaycanın şərqi ilə qərbi arasında təqribən 24 dəqiqə fərq var. Təqribən 24 dəqiqədən də hələ biraz çox. 44 ilə 51 kəsirsə, 24 dəqiqədən biraz çox. Elə 24 dəqiqə paş düşdü, nədir fərqi var? Yəni, burada iftarını açan, o Naxçıvanda iftarını 24 dəqiqə, 26 dəqiqə sonra açasında belə deyək. Deməli, yoldaşlar, Azərbaycan Respublikasının şimaldan ucqar nöqtəsi Quton dağdır. Quton dağın hündürlüyünü mən belə yadımda saxlamışam. 3-2 vuranda 6, 4-2 vuranda 8. 36-48 metrdir. Cənubdan ucqar nöqtəsi Astara çaydır. Şərqdən ucqar nöqtəsi Şah dilində yerləşən Suiti burnudur. Qurudan hesablananda neft daşlarıdır. Qərbdən ucqar nöqtəsi isə deməli Candar göl, Sədərək qalxmasını deyirsiniz. Bu oldu Azərbaycanın ucqar nöqtələri. Yoldaşlar, Azərbaycan Respublikasının relyefinə keçid edelim. Gəlin görək relyefdən nə verir baş. Relyefə keçid eləyəndə belə deyəcək. Böyük Qafqaz dağları Taman yarımadasından. Taman yarımadası bilirsiniz də hardadır. Taman yarımadası Krım yarımadası ilə Taman yarımadasını ayırırdı. Kerç boğazı.
Keç boğazı Azov dənizi ilə Qara dənizi birləşdirən boğazdır. Deməli, Böyük Qafqaz dağları Taman yarımadasından başlayır. Amma Respublikamızda 33-74 olan Tinovrossa'dan başlayır. Gəldi, bax, Baş Qafqaz silsiləsi. Yaxşımı? Sonra sərhəddə getdi Sudur silsiləsi. Sonra gəldi Yan silsilə, Qovdaq silsilə, Niyaldaq silsilə, Ləngəbi silsilə, Ələt tirəsi. Girdi Xəzərin altına, getdi, ikiyə böldü Xəzəri. Türkmenistanla İran arasında sərhəd Kopet dağ, Cavan dağı da Kopet dağ. 29-40, yaz, nə varsa? Kopet dağ, bu. Kopet dağdan 29-42 metrdən neynədi? Çıxmış oldu. Bunu da beyninizin bir köşəsində saxlayın. Deməli, yoldaşlar, bax, Böyük Qafqaz dağlarının yaranması budur. Böyük Qafqaz dağlarında deməli nələr var? 2 dənə silsilə dedim sərhəddə yerləşir. Cəmi 2 dənə silsilə Böyük Qafqazda. Hansıydı? Sudur silsiləsi ilə Baş Qafqaz silsiləsi idi. Ən hündür zirvə 44-66 bazar düzüdür. 44-66 bazar düzüdür. 43-01 Zəfər zirvəsidir. Zəfər zirvəsi. Bazar düzüdür, Zəfər zirvəsi. 42-43 yan silsilənin ən hündür zirvəsi Şahdağ zirvəsidir. 41-91 Tufan dağıdır. 41-26 Bazar yurtdur. 41-16 Yarı dağıdır. 40-63 Çingiz Mustafayevdir. 40-20 Raqdandır. Bu 4000'den artıq olan zirvələri bilirsiniz niyə dedim? Onlarda buzlaq var, ona görə dedim ki, buzlaq olan, nival olan yerləri yadınızda bu zirvələrlə də neynəmiş olasınız? Saxlamış olasınız. Böyük Qafqaz dağları ilə bağlı bir iki dənə açar söz deyirəm. 36-29 yadınızda saxlayın. Deməli 36-29 saraydı Babadağ. Böyük Qafqaz dağları Babadağa qədər kəskin parçalanır. Dağ əmələ gəlmə intensivdir. Babadağdan sonra yerini verir. Qusar mahalle düzənliyi, Şollar düzü, Samurdağ və Çovallı. Qobustan alçaq dağlığı Abşeron yarımadasına. Okey. Bax, bunların hamısı deməli Böyük Qafqaza aid olan xüsusiyyətlərdir. Respublikamız yoldaşlar, yadınızda saxlayın. 5 dənə relyef vahidi var. 5 dənə. Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, Kürdağ arası çökəkliyi, bir də Orta Araz boyu düzənliklər. Bax, 5 dənə relyef vahidi var. İndi burada bir iki dənə söz deyəcəm. O sözləri unutmayın da, yaxşı siz. Relyefə nətər baxırlar yoldaşlar? Elə bir ki, bir nəfər, bax bu şah dilindən, yaşın rəngdə eləyirəm. Bax bu şah dilindən qalxdı yuxarı havaya, yaxşı paraşutla. Azərbaycanı okşu seyr eləyir, quş baxışı baxır Azərbaycana. Və Azərbaycanda 5 dənə relyef vahidi olduğunu gördü. Gördü nə dedi? Dedi Böyük Qafqaz, dedi Kiçik Qafqaz, Talış dağları, Kür çökəkliyi, bir də Orta Araz boyu düzənliklə. 5 dənə relyef vahidimiz var, bunu unutmayın. Deməli, Böyük Qafqaza aid olanların hamısını saydım. Böyük Qafqaz relyefindən nələr aiddir, hamısını saydım. Bir də qısa özət sayıram. Böyük Qafqaz relyefindən danışıram. Böyük Qafqaz relyefinə aiddir Baş Qafqaz silsilə, Sudur silsilə, Yan silsilə, Qovdaq silsilə, Niyaldaq silsilə, Ləngəbi silsilə, Ələt tirəsi, Qobustan alçaq dağlığı, Abşeron, Samurdağ və Şollar, Qusar mahalle. Bunların hamısı Böyük Qafqaz relyefinin içərisindədir. Gəldik Kiçik Qafqaz relyefi. Kiçik Qafqaz relyefinə nələr aiddir? Bax, onları sizə indi deyəcəm. Kiçik Qafqaz relyefinə aiddir Murğuz silsilə, Şahdağ silsilə. Şahdağ silsilə gəlir burada, deməli, Böyük Hinaldağ olmalıdır, səhv eləmirəmsə. Deməli, 37 neçə idi Böyük Hinaldağ? 33-67 idi, səhv eləmirəmsə, Böyük Hinaldağ. 33-67-də Böyük Hinaldağda, deməli, Şahdağ silsiləsi qutarır, girir buradan ölkənin içərisinə, deməli Murovdağ silsiləsi. Bax, Murovdağ silsiləsi sərhəddə yerləşmədi. Sonra gəlir Şahdağda ən hündür zirvə Qoca dağdır, 33-18-dir, yadınızda saxlayın. Şahdağ silsiləsində ən hündür zirvə Qoca dağdır, 33-18. Bu arada bir dənə də söz deyim. Böyük Qafqazda Şahdağ silsilədir. Şahdağ zirvədir, yan silsilənin ən hündür zirvəsidir Böyük Qafqazda. Kiçik Qafqazda Şahdağ silsiləsi də var, zirvəsi də var. Şahdağ silsiləsinin ən hündür zirvəsi Qoca dağdır, 33-18. Amma orada bir də Şahdağ zirvəsi olmalıdır, 29-01. Ola bilər səhv eləyərəm, amma siz yenə də mən baxıb danışdıqca yerlərini göstərirəm də. Evdə özünüz atlası qoyub qabağınıza rahat şəkildə onlara baxarsınız. Yaxşı, naşnik qulağınızda mən də danışdığım yerləri bir-bir cızmaqar eləyirəm ki, rahat görəsiniz. Yaxşı, baxın, mən bədahətən deyirəm, zirvələrdə səhv etmə ehtimalım ola bilər. 29-01 olmalıdır. Yaxşı, okey.
Deməli, gəldik bir silsilə girdi ölkəmizin içərisinə. Murovdağ. Murovdağ sərhəddə yerləşmədi. Murovdağda ən hündür zirvə Camış dağıdır. 37-24 metrdir. Sonra Murovdağda 30-66 olmalıdır. Kəpəz dağı var. Sonra 33-61 olmalıdır. Qoşqar var. Bir də deməli nə var idi orada? Deməli 33, 60-da yazırlar onu səhv eləmirəmsə 40-da yazırlar. Murovdağ zirvəsi var. Murovdağ zirvəsi. Yaxşı. Silsiləsi yox aslında. Murovdağ silsiləsində Murovdağ zirvəsi var. 33-40-dır ya 33-60-dır. Bax, ikisini də görmüşəm. Mən yadımda elə qalıb ona görə. Və bu da sərhəddə yerləşmir. Bir silsilə sərhəddən gəldi Şərqi Göyçə. Şərqi Göyçədə ən hündür zirvə 33-99 olan Kəti dağdır. Okey. Sonra sərhədlə gəlir Qarabağ vulkanik yaylası. Ən hündür zirvəsi Dəli dağdır. 36-16 olmalıdır. Sonra orada bir 35-81 olmalıdır. Qızıl Boğaz olmalıdır. Sonra Böyük İşıqlı 35-50 olmalıdır səhv eləmirəmsə. 34-33 Sərçəli olmalıdır səhv eləmirəmsə. Şeydə, nədir? Qarabağ vulkanik yaylasında. Sonra bir dənə də silsilə gəlir belə Qarabağ silsiləsi. Qarabağ silsiləsi ilə Murovdağ silsiləsi yerləşmir. Və burada bu sözü təkmilləşdirmək üçün bir dənə söz deyirəm, heç kimə deməyim, qulağınızda sırrı eləyin, necə yadınızda qalsın. Deməli, yoldaşlar, Böyük Qafqazda 2 dənə silsilə yerləşdi. Kiçik Qafqazda 2 dənə silsilə yerləşmədi. Murovdağ silsiləsi ilə Qarabağ silsiləsi. Vəssalam. Bu qədər bəsit imiş. Deməli, Qarabağ silsiləsində ən hündür zirvə Böyük Kisdir. Böyük Kisin hündürlüyünü istəyən olsa 27-25-də getsin. Sonra orada Kiçik Kis var. 23-yə vuranda neçə eləyir? 46 metr. Aysa o. Kiçik Kis oldu 23-46. Gəldik Zəngəzur. Zəngəzurda ən hündür zirvə 39-04 Qapıcıqdır. Gəldik Dərələyəz. Dərələyəzdə ən hündür zirvə 31-20 Kükü dağıdır. Zəngəzurla Dərələyəzin arasında bir biçənək aşırımı var. Biçənək aşırımı deyəndə o dəqiqə xatırlayırsan 23-2-yə vurmaq 46. Yəni Kiçik Kirsi. Biçənək aşırımı amma hansı silsilədədir soruşsa, təbii ki, Zəngəzur silsiləsində deyəcəksiniz. Dərələyəzdə deyir. Yaxşı, onların arasındadır. Amma arasında olsa da hardadır? Zəngəzur silsiləsindədir. Okey mi? Bu belə. Gəldik Naxçıvanın Ortaraz boyu düzənliklərinə. Naxçıvanın Ortaraz boyu düzənliklərini sadalamağınızı istəsələr sizdən nə deyirsən? Deyirsən Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Ordubad. Ay müəllim, Yaycıda var idi axı. Ay müəllim, Yaycıda var idi axı. Bəli, Yaycı baba deyə bu yuxarı hissədə idi. Yadınızda qalsın. Araz boyda yerləşmir. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Ordubad düzləri. Bu belə. Naxçıvan Ortaraz boyu düzənlikləri də getdimi? Gəldin Talış dağlarına. Nə silsilə var burada? Talış, Beşdəsər, Murovar silsiləsi. Talış sərhəddə yerləşir. Ən hündür zirvə Kömürgöydə 24-93 metr. Sonra Qızıyurdudur 24-33 metr. Amma Beşdəsərlə Murovar sərhəddə yerləşmədi. Bir də Lənkəran ovalı Talış dağları relyef vahidinə aiddir. Bu da getdi şimdi ancaq. Gəldin Kür çökəkliyinə. Kür çökəkliyi ilə bağlı nə deyəsən? Deyəsən müəllim, Kürün həm sağında, həm solunda Qarayazı düzü. Kürün sağında Gəncə düzü, Qazaq düzü. Bax, burada Gəncə Qazaq düzünün bu hissəsində qədim Hunlar yaşayıb, Hunam düzü. Sonra Qarabağ düzü. Yaxşımı? Qarabağ düzü bu hissədədir. Qaraladım yerini dedikcə. Sonra bura aiddə Aşağı Araz boyu düzənliklər. Cəyən, İncə, Hərami. Naxçıvandaşlarına nə dedim? Orta Araz boyu düzənliklər dedim. Amma burada Cəyən, İncə, Həramiyə nə dedim? Aşağı Araz boyu düzənliklər dedim. Fərqi bildiniz də nə oldu? Bir Naxçıvan Orta Araz boyu düzənliklərin hündürlüyü yüksəkdir, mütləq hündürlüyü. Bir də Naxçıvanda qışı soyuq, yay isti quru keçən yarım səhradır. Amma Cəyən, İncə, Həramidə qışı mülayim, yay isti quru keçən yarım səhradır. Yadınızda saxlayın. Kür Arazın ortasında Mil düzü və ya Kürün sağı Arazın solunda Mil düzü. Kür Arazın sağında Muğan düzü. Kürlə Ağuşa qolu arasında Salyan düzü. Kürün solu deyəndə Cənub-Şərqi Şirvan düzünə Şirvan düzü. Neyniyəsiz? Vurğulamış olacaqsınız. Onu da yadınızda qalsın. Okey, bu da belə. Bax, millətin çarıqdırdığı yer. Qanı Qəyricə çökəkliyi. Hara aiddir dostum? Kür Araz ovalığına aiddir. Kür Araz ovalığı nə idi? Kür Dağ arası çökəkliyinə aiddir. Görsən, mən də qarışdırdım. Yaxşı ki, qarışdırdım ki, sizə deyim, siz qarışdırmayasınız. Bax, bura Qanı Qəyricə Kür çökəkliyinə aiddir. Kür Araz ovalığına aid deyil. Kür Araz ovalığı deyəndə siz deyəcəksiniz. Ay müəllim, Kür Araz ovalığı Mil düzüdür, Muğan düzüdür, Salyan düzüdür, Cənub-Şərqi Şirvandır, Şirvan düzüdür. Bir də Qarabağ düzünün bir hissəsi Kür Araz ovalığına aiddir. Kür Araz ovalığından Salyan düzü ilə Cənub-Şərqi Şirvan düzünün dənizə çıxışı var. Salyan düzü, Cənub-Şərqi Şirvan düzü, Mil düzü, Muğan düzü okean səviyyəsindən aşağıdır. Şirvan düzünün bir hissəsi okean səviyyəsindən yuxarıdır. Qarabağ düzü də yəni bu bir hissəsi, Kiçik Qafqaza baxan hissəsi 300 metrə qədər yüksələ bilir.
Sonra deməli bura nələr aiddir? Kür çökəkliyinə. Kür çökəkliyinə yoldaşlar Ceyrançöl Acınohur alçaq dağlığı da nədir? Ceyrançöl Acınohur alçaq dağlığı da aiddir. Burada Xocaşen silsiləsi var, Palandökən silsiləsi var, Bozdağ silsiləsi var. Xocaşen, Palantökən, Bozdağ silsiləsi. Bax bu silsilənin ortasında Mingəçevir su anbarı var. Kür çökəkliyinə aiddir bu da. Okey. Bax bu oldu Azərbaycan Respublikasının relyefi. İndi bir də bu paraşütdən adamı qaldırmışdıq, yuxarı baxırdı, düzdür? İndi bu paraşütdəki adamı gətiririk, salırıq aşağı və başlayırıq buradan deşiyi açırıq, bunu elə bir təpəsinə kuvvatla vururuq, salırıq yerin dibinə. Yaxşı, yerin dibinə salırıq. Və o yerin dibində gedir müəyyən bir məsafəyə çatandan sonra Azərbaycana altdan yuxarı baxır. Görür ki, ay dədəm oy, Azərbaycan bu üstdən göründüyü kimi deyil. Orada nələr var? Əlinin içindəki o, əlinizin içinə baxın. Görürsünüz, xətləri görürsünüz orada. Amma əlinin üstündə o xət yoxdur da. Nədir? Dəri bütöv görürsən. Amma əlinin içində xətləri görürsənmi? Nətər xət kəsilib. Bax, həmin Azərbaycan da torpağın altından, yerin altından görərsən ki, oya, neyiniyib bu? Kəsilib. Deməli, tektonik zonalara bölünür. 5 dənə də tektonik zona var, yoldaşlar. Hansılardır bunlar? Ön Qafqaz tektonik çökməsi. 2. Böyük Qafqaz tektonik qalxması. 3. Kiçik Qafqaz tektonik qalxması. 4. Orta Araz Cavan platforması. 5. Kür-Dağ arası tektonik çökəkliyi. Okey mi? Bax bu nə oldu? Yerin altından baxdı. Bayaqlar paraşütlə baxırdı. İndi yerin altından baxdı. Gördü ki, 5 dənə tektonik zona var. Deməli, yoldaşlar, nə baş verəcək burada? Gəldik ön Qafqaz tektonik çökməsinə. Qafqaz dağlarını görürsən, ön hissəsinə bax. Hoppala, yaşıllıqdır mı? Neyiniyib? Çöküb. Nədir orada? Samur dəvəçi ovalığı, şollar düzü. Okey mi? Gəldin, amma Qusar mailini demirsiniz. Balaca bir hissəsi amma aid deyil. Lap qurtaracaq hissələrində. Deməli, ön Qafqaz tektonik çökməsinə nə aiddir? Samur dəvəçi ilə şollar düzü aiddir. Bəs Böyük Qafqaz tektonik qalxmasına nə aiddir? Böyük Qafqaz tektonik qalxmasını bayaqların Böyük Qafqaz relyefini saydığın hər şey. Bir dənə hansını çıxacaq Böyük Qafqaz relyefi ilə? Samur dəvəçi ilə şolları çıxacam, yerdə qalan hamısına deyəcəm Böyük Qafqaz tektonik qalxması. Nə idi? Baş su ayrıcı silsilə, Sudur silsilə, yan silsilə, Qovdağ, Niyaldağ, Ləngəbiz, Ələt, Qobustan, Abşeron. Bir də Qusar maili düzənliyi. Aiddir nəyə? Böyük Qafqaz tektonik qalxmasına. Okey mi? Okey olmuşdur yəqin ki. Gəldik Kiçik Qafqaz tektonik qalxmasına. Kiçik Qafqaz tektonik qalxmasına bayaqlarım Kiçik Qafqazda saydığım, relyefdə saydığım hər şey üstə gələk 3, üstə gələk 3. Kiçik Qafqaz relyefi nə idi? Murğuz, Şahdağ, Murovdağ, Şərqi Göyçə, Vulkanik yayla, Qarabağ yaylası, Zəngəzur dərələyəsi. Bu relyefi saymışdım mı? Düzdür yoldaşlar. Bu Kiçik Qafqaz relyefi idi, eləmi? Üstə gələk 3, üstə gələk 3 nədir? Naxçıvan Orta Araz boyu axırıncı 3 dənə düzənliyi Gülüstan, Yaycı, Ordubad düzü. Bu iş getdi. Keçdik
də düzdür qollar idi. Neogen değil mi? Mezoin nə idi? Yura təbaşiri mi? Yenə artdı mı? Deyirsiniz ki, böyle müəllim yenə neynədi? Artdı. Bu da böyle. Amma Qarabağ vulkanik yaylasında deyəcəksiniz ki, ay müəllim, hündürlüyə doğru süxurların yaşı artır. Deyəcəm, ay bala, niyə? Sən də deyəsən ki, ay müəllim, çünki buradakı vulkanik süxurlar 4-cü dövrdür. Deyəcəm, əhsən sana. Sonra deyəcəm ki, bala, bəs vulkanik süxurlara başqa harda rast gəlirik? Onda nə deyəsiniz? Deyəsiniz ki, ay müəllim, Naxçıvanda da var, Talışla Peştəsərdə də var. Deyəcəm, bəs ay bala, bu Naxçıvanla Talış dağlarının vulkanik süxurlarının Qarabağ vulkanik yaylasının süxurlarından fərqi nədir? Deyəcəksiniz ki, ay müəllim, buradakı olur Kaynazoyun paleogen dövrü. Bax, bunu heç kimə deməyin, ha. Yaxşı, özünüzdə sir saxlayın. Deməli, buradakı olur, elə deyirəm, sonra da YouTube'da paylaşırım. Deməli, burada elə o şeydəki Qarabağ vulkanik yaylasındakı isə olur 4-cü dövrün süxurları. O ki, Böyük Qafqazda vulkanik süxur yazılanın barmağı qırılar. Qələmi yazmaz. Yaxşı, Böyük Qafqazda əsasən çökmə süxurlardır. Amma Qarabağ vulkanik yaylasında əsasən magmatik süxurlardır. Bunu böyləcənə bilmiş olasınız. Okey, bu da belə. Bu da belə. Deyin görüm, burayla bağlı, danışdığım yerlə bağlı. Ay müəllim çətindir, ay müəllim buranı başa düşmədim. Deyəcək yer varsa buyurun. Yoldaşlar oradasınız. Bəli, bəli. Bəli, bir səssiz çıxsın da. Elə biləm mən sizin olub olmadığınızı bu vəziyyətdə görə bilmirəm da. Yəni səsiniz çıxsın mən bilim. Başa düşürsünüz yoxsa vəziyyət nə yerdədir? Yoldaşlar. Bəli, bəli, başa düşürük. Qaranlıq qalan yer yoxdur, aydındır. Vereyim. Buyur, bir dənə hə, olar. Kimdir sual verən? Adın soyadın denə söyle. Xatirəm gəlmədi. Niyə Trias düzənli əraziyə düşüb? Nə? Düzənli. O adınızı ona görə soruşuram ki, zərbənin hardan gəldiyini bilim. Hə. Nə hara düşür? Trias dövrün çöküntüləri niyə düzənli əraziyə düşüb? Düzənli əraziyə düşmüş ki. Dağətəy ərazidədir. Dağətəy də deyil. Triasa baxın hələ, görün atlas varsa yanınızda, mənim yanımda yoxdur da indi. Siz baxın, bax hardasa bax deyə buralardadır Trias. Yəni Yuran deyəndə yüksəyi nəzərdə tuturuq deyənə, amma Triası deyəndə mən yüksəyi nəzərdə tutmuram. Yəni ona görə deyirəm. Belə deyək də, bu Böyük Qafqazdan Kiçik Qafqazın qalxması daha sürətlidir. Ona görə gəlib keçib də onu. Bəli. Amma məsələn, Afrika ilə Ərəbistanın sürəti var. Bəli. O fason belə bir şey ola bilər. Yəni, heç mən o barədə heç düşünməmişdim, amma yəni düşünmüşsünüz, qəşəndir. Düşünmək lazımdır. Özüm maraqlı sual idi. Məncə cavab da yetərincə bəs edər. Eləmi? Hə də, orada belə deyək də, seysmikliyi sabit olan yerdir. Yəqin ki, ona görə. Bəli. Deməli, özü birinci çıxıb o bərkif də belə deyək, bildiniz nətər? O deyir deyə birinci yanından yer izah edir və sementi qarışdırırsan birinci vəziyyətdə. Əlinə götürürsən, o sementi nə vəziyyət istəyirsən sala bilirsən, doğrudur. O sement 3 gün qalandan sonra onun əlinə götürüb nəsə bərkiyir axı, bildin, istədiyin formaya salam versən də adamın əlini kəsik eləyir. Bax, Baykalda da, Kaledonda da yaranmış yerlər indi bərkimiş yerlərdə, məsələn deyirəm. O yerlər elə bir ki, platform olub, o sementin bərkimiş yeridir. Onu istəyəndən formaya salmaq olmaz. Bildiniz nətər? Deməli, gəldik növbəti proseslərə. Deməli, yoldaşlar, akkumulyasiya var, bir də denudasiya var. Akkumulyasiya nə deməkdir? Toplanma, çökmə, denudasiya nə deməkdir? Çılpaqlaşma. Deməli, denudasiya deyəndə Böyük Qafqazı deyir, Kiçik Qafqazı deyir, Naxçıvanı deyir, Talış dağlarını deyir, Zəngəzur deyir. Bunlar oldu sizin denudasiyanız. Yəni dağlıq ərazi. Bir də var arid denudasiya. Arid nədir? Quru çılpaqlaşma. Denudasiya çılpaqlaşma deməkdir. Olur Qobustan, Acnohur, Ceyrançöl. Bir də orta araz boyu düzənliklər, qırmızı yerlər.
arid denudasiya deyəsiniz. Neogen yaşlı sular deyəsiniz Qobustan Hacı Nohur Ceyran çölə. Palçıqlı sellər deyəsiniz Qobustan Hacı Nohur Ceyran çölə. Koyunların kış otlağı deyəsiniz Qobustan Hacı Nohur Ceyran çölə. Bu getdi sizin denudasiyanız. Okey. Gəldik akkumuliyasiyaya. Akkumuliyasiya toplanma, çökmə deməkdir yoldaşlar. Akkumuliyasiyanın müxtəlif səbəbləri var. Samur dəvəçi ovalığıdır, yaşmadır, Cənub-Şərqi Şirvanın, Salyana deyib çatın. Bir də Lənkəranın bir hissəsi olur. Abrazion akkumuliyasiya, yəni dalğanın akkumuliyasiyası olacaq. Okey mi? Okey. Gəldik, dedik, Mil düzüdür, Muğan düzüdür, Şirvan düzüdür, Cənub-Şərqi Şirvan, Salyan düzünün bir hissəsi isə olur allüvial akkumuliyasiya, yəni çayın akkumuliyasiyası. Bir də var, mən sizə bir şey demişdim, bunu da yadınızda saxlayın. Qanıqayri çay, Ködrü Şirvanın yuxarısı, Gəncə, Qazaq, Qarabağ düzü isə pro-allüvial akkumuliyasiyadır. Pro çaylardır bunlar. Pro-allüvial akkumuliyasiyadır. Yelpiç vari gətirmə konuslarıdır. Qanıqayri çay, Şirvan, Gəncə, Qazaq, Qarabağ düzü. Bu da oldu pro-allüvial akkumuliyasiya. Okey mi? Bu da olur, okey. Deməli belə. Qaldı başqa bizim nəyimiz Azərbaycan relyefindən? Deməli, suxurları dedim. Kim hardadır, nədir bunu dedim. Sonra nə dedim? Tektonik zonanı böldüm. Başqa nə qaldı? Sərvətləri dedim. Nələr qaldı başqa müəllimlər? Mən deməliydim də deməliydim. Nələr qaldı? Bir xatırlatma eləyim mənə. Aytaç müəllimə. Deməli bir də nə? Ömər aşırımı hardadır? Ömər aşırımı hardadır? Çox maraqlı sualdır. Kiçik Qafqazda Murovdağ silsiləsi tərəfdə. Ömər aşırımı. Deyən görüm. Ay mən bu olsa var bu olsa o deməkdir ki mənim 6-cı, 7-ci, 8-ci, 9-cu hissim olağan üstüdür. Bakayım bir dənə buna. Bir dənə buna bakayım, görüm. Görüm. Bir dəqiqə buradan çıxın, baxım ona, atma. Deməli, foto, qaleriya. Deməli, müəllimə, baxırsınız. Baxırsınız buradakı şəkildə. Aha, bax. Bu, ay. Hepsi orada. Bir dəqiqə, bir dənə səbirli olun. Aha. Bax, Murovdağ silsiləsidir. Görürsünüz, Camışdağ 3724. Bax, Ömər aşırımı, gördünüz hardadır? Qarələdim. Onun Dilbörün, qərb tərəfində, Murovdağın. Bəli, bax, qərb tərəfində. Deməli, burada bax, elə bu xəritə gəlmişkən bura, sizə nə edeyim? Ümumi coğrafi xəritə budur. Kitabda nə deyirlər? Fiziki və iqtisadi xəritələr ümumi coğrafi xəritə. Yaxşı da, elə ümumi coğrafi xəritə mi olur? Ümumi coğrafi xəritə budur. Fikir versən, zirvə var, rayon var, göl var, çay var, dağ var. Yəni, bunun miqyası, böyük miqyası, bunlarda səhv yoxdur. Nə desən, hamısı düşür. Bunu bu günlərin məktəbdə asmışdılar şeydə, nə deyir? Dədə babadan var, prosto adam fikir vermir də. Elə belə baxırdım, dedim axşam mənim bu Azərbaycanı keçəcəm də, biri qayıdıb dedim, Ömər aşırımı hardadır. Götürdüm bu gündən, bax, açsam onu siz baxa bilərsiniz də, vaxtını nə vaxt çəkmişəm.
Götürdüm səhər-səhər. Sonra çəkdim bunu, dedim qoy qalsın telefonda. Bu, nə bilim, dəhşətəm də mən, prosto, həqiqətən dəhşət. Abilərdə səhvlərəm. Mən deyəcəm, siz də qulaq asın. Deməli, yoldaşlar, yadda nəyə saxlayaq birinci növbədə? Yadımızda saxlayaq ki, 47 dərəcə şərq uzunluğundan şərqdə filiz axtarmaq olmaz. Bax, Lənkərandır, Quba Xaçmazdır, Abşerondur, Kür ərazidir, bunlar taktikdir də. Buralarda filiz axtarmaq olmaz. Lənkəranda nə filiz axtar, nə neft axtar. Amma yenə Samur dəvəçdə Siyəzən tərəfdə nefti axtarmağa dəyər. Yaxşı. Deməli, amma qərb tərəfdə isə, qərb tərəfdə isə, gedib neftbaz axtarıb eləmə. Qərb tərəfin nefti Ceyran çöldədir, perspektivlidir, çıxartmırlar. Bir də naftalandadır, o da müalicəvi neft yağıdır. Filizçay, Kastaq, Mazımçay, Katexçay. Kəlbəcərdə də mehmanəni görə bilərsiniz. Çünki Ağdərə ərazisindədir. Gah Ağdərə Tərtərdə olur, gah Ağdərə Kəlbəcərdə olur. Ona görə bilmək olmur nə var nə yox. Ona görə mən də ikisini də deyirəm, ikisini də biləsiniz. Molibden yatağın Naxçıvanda Parağaçay, Diaxçaydır. Bunu böyle bilmiş olun. Civə yataqları Kəlbəcərdə Ağ yataq, Şor, Bulaq, Löhçay, Laçında Narzanlı, Gilgəsçay. Mərmər yatağı, kaş eləyib sayıram da beynimə hansı gəldi onu deyirəm. Mərmər yatağı Qubada Çəhrayı Daşkəsəndə Ağ, Şərurda Qara mərmər. Sonra Naxçıvanda Şaxtaxtı, Kəlbəcərdə Travertin yatağı, bunu yadınızda saxlayın. Sonra perlit, o xromit idi, xromit idi. Perlit olmalı. Bak orada beynim yandı. Bak, buna bakarsınız, dəqiqləşdirərsiniz. Kəlbəcərdə Göydərə, Laçında ipək, xromit yatağı. Xromit yatağı olmalı. Perlit, xromit. Buna bakın oradan deyin, oranı düzəldərik. Xromit, ayso. Onda travertin perlit yatağı, elə mi? Naxçıvanda Şaxtaxtı, Kəlbəcərdə travertin perlit yatağıdır. Deməli, Kəlbəcərdə Göydərə, Laçında ipək, xromit yatağıdır. Sonra dedim ki, Kəlbəcərdə Ağ yataq, Şorbulaq, Löhçay, Laçında Narzanlı, Gilgəsçay, bunlar civə yataqlardır. Sonra dedim ki, Qazax rayon Daşsalaqlı, Bentonit gili. Goranboyda Ağzakənd Cips yatağı. Tovuzda Ağdağ, Seolit yatağı. Abşeronda Hökməli, Hacıvəlli, Kıvars qumları var. Mərkəzi arandan Abşeronda Babazənən, Mişovda Böyüşor, Xıllı, Masazır, Binəqədi, yodlu, bromlu sular var. Dağ mədən kimyasına xammal verirdi. Dağ mədən kimyası etidən asılı değildi. Dağ mədən kimyası xammal. Nə dəxli var? Prosto deyirəm. Yaxşı. Gəl birazdan mineral bulaqlardan deyim. Beynimə onlar gəldikcə, siqnal gəldikcə deyəcəm. Bax, Naxçıvanda Badamlı, Siraf, Vayxır, Şahbuzda yerləşir. Culfada Darıdağ, Kəlbəcərdə İstisuz, Şuşada Tuşsuz, Şırlar, Laçında Tutqun, Minkənd. Laçında Tutqun, Minkənd. Sonra gəldik, oradan getdik Gədəbəydə Mormor, Slavyanlıqa, Dağda İlisu, Xalxal, Qubada Cimi, Xaltan, Xaşı, Şabranda Qalaltı, Abşeronda Şıx, Suraxanı, Lənkəranda Donuz, Lütən, Qotursu, Meşə su, Ərkivar, İsti su, mineral bulaqları var, yadınızda saxlayın. Sonra bax, Zəngilanda Bejnəli Qızıl yatağıdır. Kəlbəcərdə Zodla Qızılbulaq, Kəlbəcərdə Zodla Qızılbulaqdır. Qızıl yatağıdır. Gədəbəydə Qoşa Qızıl yatağı var. Çovdar barıtı Kiçik Qafqazın şimal-şərqindədir. Gədəbəy də olmalıdır. Yatağın adına baxarsınız. Görün, Çovdar barıtı dedir, nə dedir? Gədəbəydə. Səhv etmirəmsə, Gədəbəyin ərazisində olmalı. Gədəbəy daşlasam, neyse bax, belə bir şeydə. Çovdar barıtından neft quyularının qazılmasında, təmizlənməsində istifadə edilir. Yadınızda qalsın, bunu da kafanızda bir yerə yazın. Başqa nə qaldı oradan sizə demədim? Ola bilər, çox şey qalsın, amma əqiq bəzək əşyaları, göy